Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Əziz müsəlmanlar, imanla bağlı olan söhbətlərimiz davam edir və bugünkü mövzumuz da mələklərə iman barəsində olacaqdır. İlk öncə onu qeyd edək ki, mələklərə iman da məhz imanın 6 şərtindən biridir. Yəni, mələklərə iman etmədən iman kamil olmaz. Əvvəlki söhbətlərimizdə qeyd etdik ki, imanın 6 şərtindən hər hansı biri yerinə gəlməzsə, o zaman insanın imanı kamil olmaz, tam olmaz. Əks halda o insan müsəlman hesab edilməz. Və bugünkü söhbətimizdə də mələklərin xüsusiyyətləri, sifətləri barəsində və həmçinin onların müəyyən bir sayı vardırmı və mələklərin bizə məlum olan adları hansılardır? Quran və sünnədə hansı mələklərin adları bizə bəyan edilmişdir və bu haqda olacaqdır Allahın izni ilə. İlk öncə qeyd edək ki, mələklər insanlara görünməyən bir aləmdir. Yəni, qeybi bir aləmdir. Və hər bir müsəlmandan da tələb olunan budur ki, necə ki, imanın digər şərtlərini görmədən ona iman gətirib, onların varlığına etiqad edirsə, eləcə də mələklərin varlığına etiqad etməli və onlara iman gətirməlidir. Və əvvəlki söhbətlərimizdə biz qeyd etdik ki, iman mücməl və müfəssəl olmaq şərti ilə iki hissəyə ayrılır, iki qismə bölünür. Və dedik ki, mücməl iman ümumi imandır, müfəssəl iman isə xüsusi olan, təfsilatlı şəkildə olan imandır. Və mələklərdə də bu belədir. Yəni, hər bir müsəlmandan tələb olunan mələklərə ümumi şəkildə iman gətirməkdir. Lakin təfsilatlı şəkildə iman gətirməyə gəldikdə isə o mələklərin ki, bizlərə adları məlumdur və xüsusiyyətləri, vəzifələri, sifətləri nələrdir? Artıq biz bunları öyrəndikdən sonra müfəssəl şəkildə iman gətirmək də hər bir müsəlmandan tələb olunur. Ən başda mələklərin yaradılışı barəsində qeyd edək ki, mələklər nurdan xəlq edilmişdir. Bəli, insanlara və cinlərə nisbətdə mələklərin yaradılış forması fərqlidir. Çünki insanlar torpaqdan xəlq edilmiş, cinlər isə oddan xəlq edilmişdir. Necə ki, Ər-Rəhmən surəsində Uca Allah bu barədə buyurur ki, xaləqəl insənə min salsalin kəl-fəxxar və xaləqəl cənnə min məricin min nər. İnsanı, yəni Allah-u Teala insanı saxsı qab kimi bir gildən yaratdı. Yəni, saxsı qaba bənzər bir gildən xəlq etdi. Yəni, torpaqdan, palçıqdan. Cinləri isə xalis oddan yaratdı. Lakin cinlərin və insanların yaradılışından fərqli olaraq Allah-u Teala mələkləri isə nurdan xəlq etmişdir. Digər məsələ isə mələklər heç vaxt öz Rəbbinə asi olmazlar, günah işlətməzlər. Yəni, insanlardan və cinlərdən fərqli olaraq onlar daima Allaha itaətdə, ibadətdədirlər. Lakin insanlarda və cinlərdə isə belə deyil. Çünki insanların və cinlərin mömin olanları, kafir olanları var və həmçinin mömin olsa belə, yəni nəfsinə uyub, öz şəhvətlərinə tabe olub, günah işləyənləri var. Lakin mələklərdə isə belə deyil. Onlar Rəbbi tərəfindən onlara nə əmr olunursa, ona əməl edərlər. Necə ki, Təhrim surəsində də Uca Allah bu barədə buyurur ki, Lə yəqsunallaha mə əmərəhum və yəfəlunə mə yu'mərun. Onlar öz Rəbbinə heç vaxt asi olmazlar və belə olan halda mələklər həmişə onlara verilən əmri yerinə yetirərlər və daima Rəbbinə itaətdə keçirərlər. Necə ki, bu barədə biz əvvəlki dərslərimizdə insanların, peyğəmbərlərin və mələklərin imanı haqqında danışdıqda dedik ki, mələklərin imanı sabitdir, nə artmır, nə də azalmır. Həmçinin mələklərin digər xüsusiyyətlərindən, vəsiflərindən onlar nə yemək yeyərlər, nə də bir şey içərlər. İnsanlardan fərqli olaraq. Və həmçinin onların cinsi də yoxdur. Yəni, kişi və qadın olaraq cinsi ayrılmırlar. Onların heç bir cinsi yoxdur. Onların sayı barəsində isə mələklərin sayı xəyal edilməyəcək dərəcədə çoxdur. İndi biz bu barədə bir misal gətirəcəyik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İsra və Meyrac hadisəsi haqqında danışarkən deyir ki, mən səmaya yüksələrkən 7-ci səmanın üzərində bir ev gördüm və Cəbrail əleyhissalamdan həmin o ev barəsində soruşdum və Cəbrail əleyhissalam dedi ki, həmin bu ev Beytul Mə'murdur.
Beytul Məmur nədir? O elə bir evdir ki, ora hər gün 70.000 mələk daxil olar və orada ibadət edirlər, həmd-səna eləyərlər və ondan sonra o evdən çıxarlar və bir daha o evə qayıtmazlar. Hər gün 70.000 mələk, təsəvvür edin. Və həmin o 70.000 mələk çıxdıqdan sonra bir daha o evə daxil olmazlar. Ta qiyamətə qədər. Yəni Allah-u Teala 7 qat səmanı, yeri xəlq etdiyi gündən ta qiyamətə qədər hər gün 70.000 mələk o evə daxil olur və o evdən çıxdıqları zaman bir daha o evə qayıtmırlar və növbəti gün başqa bir 70.000 mələk o evə daxil olur. Təsəvvür edin, əgər indi siz mələklərin sayını istəyirsinizsə, dünya xəlq ediləndən bəri günümüzə qədər olan günlərin sayını 70.000-ə vurun. Və bununla da bitmir. Hətta qiyamətə qədər bu davam edəcəkdir. Həqiqətən də mələklərin sayı həddən artıq çoxdur və insan ağlı bunu dərk edə bilməz. Necə ki, bu barədə də Uca Allah Eləməs Müddəssir surəsində buyurur ki, Lə ya'ləmu cunudə rabbikə illəhu. Rəbbinin ordusunu, yəni mələklərin sayını yalnız o bilər. Yalnız Allah bilər. Və dedik ki, əziz müsəlmanlar, mələklərdən bəziləri vardır ki, onların adları bizə məlumdur. Yəni Quran və sünnədə onlar bəyan edilmişdir. Onlardan birincisi ilə Cəbrail əleyhissalamdır və bu mələk də vəhiy ilə mükəlləf olmuş mələkdir. Yəni bu mələyin vəzifəsi peyğəmbərlərə Rəbbi tərəfindən nazil olunan vəhyi çatdırmaqdır. Və Cəbrail əleyhissalam bütün peyğəmbərlərə vəhyi nazil etmişdir. Və Quran-ı Kərimdə də Cəbrail əleyhissalamın adı Cibril şəklində keçir və həmçinin onun digər adı Ruhul Əmin kimi də keçir və bu da Cəbrail əleyhissalamdır. Növbəti mələk isə Mikail əleyhissalamdır. Onun da vəzifəsi təbiət hadisələri ilə bağlıdır. Yəni yağışın yağması, bitkilərin çoxalması, böyüməsi, külək, mələkə kimi bu şeylərlə vəzifələnmiş mələkdir. Növbəti ismi bizə məlum olan mələklərdən biri də İsrafil əleyhissalamdır və bu mələyin də vəzifəsi qiyamət günü sura üfürməkdir. Yəni qiyamət günü İsrafil əleyhissalam sura üfürdükdən sonra məhz dünyanın sonu olacaq və qiyamət qopacaq və hər bir kəs məhşər meydanına toplaşacaqdır, cəm ediləcəkdir. Həmçinin mələklərdən ölüm mələyi və bu mələyin də adından məlum olduğu kimi vəzifəsi insanların canını almaqdır. Düzdür, bu mələyin adı İsrailiyyatda Əzrail kimi də keçir. Lakin nə Quranda, nə də sünnədə bu haqda səhih heç bir şey varid olmadığı üçün biz bunu nə təsdiq edirik, nə də inkar edirik. Lakin Quran-ı Kərimdə və hədislərdə ölüm mələyi kimi keçdiyinə görə onun adı ölüm mələyi olaraq isimlənmişdir. Eyni zamanda bizə məlum olan mələklərdən kiramən kətibin. Yəni bunun mənası nədir? Əməl dəftərini yazan mələklər. Necə ki, Quran-ı Kərimdə də Allah-u Teala onlar haqqında bəhs edir. İnfitar surəsində buyurur ki, kiramən kətibin ya'lamunə mə təfalun. Kiramən kətibin, yəni insanların etdikləri hər bir şeyi xırdalığı ilə əməl dəftərinə qeyd edirlər. Sağ tərəfdə olan mələk insanın yaxşı əməllərini, sol tərəfdə olan mələk isə insanın pis əməllərini, günahlarını qeydə alırlar. Növbəti mələk isə bizə məlum olan mələklərdən Münkər və Nəkirdir. Bu mələklər də insan dünyasını dəyişib dəfn olunduqdan sonra insanı sorğu-sual edirlər. Necə ki, bu barədə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən varid olan hədislər qeyd olunur ki, həmin bu mələklər insandan 3 şeyi soruşarlar. Rəbbin kimdir, dinin nədir və sənə göndərilmiş o kişi kimdir, yəni sənin Peyğəmbərin kimdir? Və əgər həmin qəbirdə yatan şəxs bu suallara cavab verə bilərsə, o zaman qurtular. Lakin bu suallara cavab verə bilməzsə, o zaman onun sonraki gedişatı da ağır olar. Və digər mələklər isə qoruyucu mələklərdir. Necə ki, bu mələklərin də vəzifəsi insanları qorumaqdan ibarətdir və Quran-ı Kərimdə də Rəd surəsində Allah-u Teala onlar haqqında bəhs etmişdir ki, yəni insanları önündən və arxasından qoruyan mələklər vardır.
Ümumiyyətlə mələklər haqqında Qurani-Kərimdə bir neçə surədə və bir çox ayələrdə bəhs edilmişdir. Onların isimləri, hansı ki biz onları zikr etdik, onların vəzifələri, sifətləri haqqında və onlara iman etmək, gətirmək haqqında isə Uca Allah Bəqərə surəsinin 285-ci ayəsində buyurur ki, Əmənər Rasulü bimə unzilə ileyhi min rabbihi vəl mu'minun kullun əmənə billahi və mələikətihi və kutubihi və rasulih la nufarriqu beynə əhədin min rusulih. Uca Allah buyurur ki, Peyğəmbər Rəbbi tərəfindən ona nazil olana iman gətirdi. Hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirdilər. Və dedilər ki, Lə nüfərriqu beynə əhədin min rusulih. Biz elçilər arasında heç bir fərq qoymuruq. Və bizə bu ayədən lazım olan hissəsi burada Allah-u Teala məhz mələklərə imanı da qeyd etmişdir. Və ümumiyyətlə mələklərə iman mövzusu geniş bir mövzu. Qeyd etdiklərimiz hamısı mələklər haqqında ümumi biliklər idi, müxtəsər bir məlumat idi və daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə əlihi və sahbihi əcməin.